Bu gün həm rəngi, həm də dadı olduqca gözəl olan qışlıq tomat pastası hazırladım. Əvvəlcə pomidorları, eləcə də qırmızı biberləri yaxşıca yuyuram. 3 kiloqram pomidor və kiloqram yarım qırmızı biberdən istifadə etdim. Yuduğum ərzaqları doğrayıram. Daha sonra isə təmizləyirəm. Ərzaqların hamısı bu qayda ilə doğranılıb qazanın içərisinə yığılır. Qazanın qapağını örtüb vam odda bişməyə qoyuram. Qaynağa düşəndən sonra ara sıra qarışdırılır. Ərzaqlar tam yaxşı bişənə qədər beləcə qaynadılır. Daha sonra ərzaqların soyması üçün biraz gözlədirəm. Biraz soyduqdan sonra blenderlə yaxşıca əzirəm. Qazanı yenidən ocağın üzərinə qoyuram. Qaynağa düşəndən sonra içərisinə 2 yemək qaşığı duz tökürəm. Yenidən qarışdırıram. Tomat pastasının qatılığını özünüz müəyyən edə bilərsiniz. Əgər qatı istəyirsinizsə, biraz çox qaynatmaq lazımdır. Qazanı ocağın üzərindən götürürəm və isti-isti əvvəlcədən yuyub qurutduğum bankaların içərisinə tökürəm. Qapağını bağlayıram və bir gün otaq temperaturunda saxlayıram. Soyduqdan sonra isə qışa sərin yerdə saxlaya bilərsiniz. Əziz xanımlar, artıq mənim tomat pastam hazırdır. Əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, videomu bəyənməyi və şərh bölməsində öz fikrinizi yazmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.